Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda toyuq əti ilə qazan kotletinin hazırlanmasını sizinlə paylaşıram. Qazan kotletinin dana əti ilə hazırlanma qaydası kanalımda var. Bugün də toyuq əti ilə bişirdim. Çox dadlı alındı, sizinlə də paylaşmaq istədim. Qazan kotletini hazırlamaq üçün sümüksüz toyuq buddibi ətini almışam. Kartof, pomidor, yaşıl biber, bir də xörək üçün tomat pastası götürmüşəm. Kotletləri toyuq buddibi ətindən hazırlayıram, amma istəyə görə buddibi ətini toyuq sinə əti ilə də qarışdırmaq olar. Əti təmiz yuyandan sonra qoymuşam, qalıb suyu süzülüb. Videoda göstərdiyim kimi əvvəlcə dərisini soyuram. Kənarında olan yağ hissələr, yağlı hissələri də kəsib çıxardıram. Dərisini soyandan sonra xırda-xırda doğrayıram. Doğrayıb ət-çəkən maşından keçirdirəm. Əti bir də soğanı ət-çəkən maşından keçirdirəm. Çəkilmiş əti belə bir ərzaq qabına yığmışam. Üzərinə ət-çəkən maşından keçirdiyim bir ədəd iri soğanı əlavə edirəm. Zövqə görə duz, qara istiot, qırmızı toz biber, sarı kök əlavə edirəm. 2-3 qanat şüyüd, 2-3 qanat da keşnişi xırda-xırda doğramışam. Onu da qaba əlavə edirəm. Ərzaqları yaxşı-yaxşı qarışdırıram. Ətə yumurta vurmuram, amma bişərkən dağılmasın deyə bir xörək qaşığı un əlavə edirəm. İstəyə görə unu manlı yarması ilə də əvəz eləmək olar. Yaxşı-yaxşı qarışdırıram. Bu qaydada qarışdırıb keçirəm kotletləri hazırlamağa. Ara sıra əlimi soyuq su ilə nəmləndirirəm. Farşdan götürüb uzun sov şəkildə kotlet hazırlayıram. Siz öz zövqünüzə görə kotletləri dairəvi şəkildə ya da uzun sov şəkildə hazırlaya bilərsiniz. Hamısını hazırlayıb taxtanın üstünə düzürəm. Üstün örtüb kotletlər özlərini tutsun deyə bir 15-20 dəqiqə soyuducuda gözlədirəm. Bu arada ərzaqları qovururam. Tavada kərə yağı əriyəndən sonra bir ədəd iri xırda-xırda doğradığım quru soğanı tavaya tökürəm. Qarışdırıram. Soğanlar biraz qovrulub, rəngi qızılı rəngə dönəndən sonra üzərinə bir ədəd doğradığım yaşıl biberi əlavə edirəm. Biberlə də bir yerdə biraz qarışdırıram. Bir ədəd orta boy pomidorun qabığını soyub xırda-xırda doğramışam. Onu da tavaya əlavə edib qarışdırıram. Tərəvəzləri biraz qovururam. Qazan kotleti üçün istifadə elədiyim ərzaqların miqdarını videonun açıqlama qismində də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Bir xörək qaşığı qədər də tomat pastası əlavə edirəm. Bunları da bir yerdə yaxşı-yaxşı qarışdırıb qovururam. Hazırladığım kotletləri soyuducudan çıxartmışam. Onları da tavaya düzürəm. Kotletləri düzəndə qazın ateşini tamam azaldıram. Kotletlərin hamısını yan-yana tavaya düzürəm. Kotletlərin üstündən, yan tərəfindən boş olan hissələrdən kartoflardan əlavə edirəm. Hamısını bu qaydada tavaya düzəndən sonra üstünə çıxana qədər qaynanmış su əlavə edirəm. Zövqə görə duz, qara istiot, sarı kök səpirəm. Tavanın qapağını örtüb, qazın orta xodunda yemək hazır olana qədər bişirirəm. Yeməyim artıq qaynayır, bişir. Kartofla ət tam bişib, suyu biraz azalana qədər yeməyi bişirirəm. Demək olar ki, yeməyim artıq bişib, hazırdır. Üzərinə xırda doğradığım keşniş şüyüddən səpib, qazı söndürüb, ocaqdan götürürəm. Qazan kotletim artıq hazırdır. Servis edəndə üzərinə də biraz göyərti səpirəm. İstər dana əti ilə, istər toyuq əti ilə
Çox dadlı bir yemək alınır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.